Deməli, 18-ci sualın izahına baxırıq. Deyir ki, 2 rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəmi yazılarsa, alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyük olar. Aha, 21 dəfə böyük olar. Söhbət 2 rəqəmli ədəddən gedir. Bu 2 rəqəmli ədədin mən nə olduğunu bilmirəm. Elə məndən həmin o 2 rəqəmli ədədi istəyir. Ona görə mən ona x, y deyirəm. Eləmi? Bu x, y deyil. Deyir ki, bunun, yəni bu ədədin əvvəlinə və sonuna təzədən yazıram. Əvvəlinə və sonuna 1 əlavə olunur. Və bu ədəd alınan ədəddən 21 dəfə böyük olur. Deməli, mən bunu 21-ə vursam, mən bu bərabərliyi düzəldə bilərəm. Elə deyil. 21 dəfə böyükdür axı ona görə. Heç nə. İndi bunu aldımsa artıq hər şey asandır. Sadəcə açıram. 10x plus y bərabərdir 1000 üzərinə gəlsin 100x üzərinə gəlsin 10y plus 1. Eləmi? Elədir. Deməli, 210x üstə gəlsin 21y bu nazildə bərabərdir 1001 üzərinə gəlinsin 100x plus 10y plus 1. Eləmi? Aha, sonra indi burada nədir? 210x, burada da 100x-dir da, elə deyil. 100x-i sola keçirdirəm. Olur nə? 110x üzərinə gəlinsin 11y bərabərdir 1001-ə. Eləmi? Sonra 11-i ortaq vuruq kimi çıxardıram. 10x plus y bərabərdir 1001-ə. 11 ilə də 1001-i ixtisar aparıram. Qalır nə? 91. Yəni 10x plus y bərabər nəyə? 91-ə. Buradan da onu alıram ki, buradan da onu alıram ki, x, y bərabər nəyə? 91-ə. X-imiz bərabər 9-a, y-imizə bərabərdir 1-ə. Burada sadəcə bizə 2 rəqəmli ədədi istəyir və cavabımız 91-dir. Amma elə suallar olacaq ki, orada x və y-in cəmini istəyəcək, fərqini istəyəcək. O zaman və yaxud da vurmasın, bölünməsin, bir-birinə nisbətini soruşacaq. O zaman bu qaydanı bilməyimiz gözəldir.